Səyahətin dəyəri bəzən məsafələrlə deyil, orada olan təcrübələrləndir və xatirələr ömür boyu olan bir xəzinədir. Sünnəyə uyğun olaraq hansı bir şəhərə, hansı bir kəndə girərkən gözəl bir dua var. O duanı oxuduqdan sonra öz təcrübəmdən deyə bilərəm ki, Allah bütün təhlükədən sizi qoruyur. Hətta bütün insanlara sizə qarşı mülayimdir. Ümumiyyətlə səyahət zamanı diqqət eləməliyik ki, insanlara əziyyət verməyək və təbiəti çirkləndirməyək. Əlavə olaraq da çətinliklərə səbir və asanlıqlara şükür etməliyik. Dua müsəlmanın qalasıdır. Yəni gündəlik olaraq və Allah da bizdən onu gözləyir. Yəni o duanı mütləq əksik eləmək olmaz. Bu öz yerində. Mənə dua edin, mən sizə cavab verəcəm. Bizim peyğəmbərimiz də sallallahu əleyhi və səlləm, o da yəni könüllərin fatihidir. Yəni onunla ünsiyyətdə olan hər kəs onun əxlaqına, onun insanlara yanaşmasına, necə gözəl danışmasına sadəcə valih olur. Yeni yerlər bizə Allahın qüdrətinin bir növ yerdə təzahürüdür. Yəni siz fərqli yerlərdə olan gözəllikləri görməklə Allahın necə də gözəl bir xaliq, yaradan olduğunu görə bilirsiniz.